Elektromobillərin qiyməti həqiqətən də ucuzdurmu? Əslində o qədər ucuz deyil. Çünki il-ildən yeni model çıxır. Yeni model çıxdıqca 2-3 min bahalaşacaq və qısa müddətdə təqribən 5 ildən sonra gəlib yenə də bugün Hyundai'nin, Kia'nın, Mercedes'in verdiyi low cost qiymətləri, low cost'a, premium'a, orta segmentə eyniləşəcək. Yəni necə ki bugün Hyundai, Kia'nı 30-40 min arası alırsınızsa başlanğıc qiyməti, bugün sabah BYD-nin də ən ucuz maşını yeni model çıxa gəlib həmən qiyməti olacaq. Düzdür, daha texnolojik olacaq, amma mahiyyət etibarilə Çin 5 il sonraki bazara özünü hesablayıb. Buna görə də subsidiyalarla ucuz qiymətə maşınları satır. Lakin burada udan kimdir? Çin. Uduzan kimdir? Vətəndaş. Məsələn 60 minlik maşınımı bugün 30 minə sata bilmirsən. 30 min dəmirdəki pulun əridir. Güya sən getdin 10 min ucuzuna Çin maşını alanda udmuş mu oldun? Xeyr. Buradan 30 itirdin. Yəni mahiyyət etibarilə nə baş verdiyini anlamaq da önəmlidir. Yəni biz burada udan tərəf deyilik. Bunun da əsas səbəbi dünya israfçı iqtisadiyyatıdır. Yəni dünya iqtisadiyyatı özünü ayaqda saxlamaq üçün, yəni insanlığı kontrol edə bilmək üçün iqtisadi çarxı döndürməyə məcburdur. Klassik sistemlə batmağa doğru gedirdi. Çünki oturuşmuş, doymuş bir bazar var idi. Doymuş bazarı yenidən canlandırmaq üçün 100 ildir bilinən elektromobil texnologiyasını indiyə gətirdilər. Güya ki elektromobil daha sərfəlidir. Yəni əslində yanacaq etibarilə bəlkə də bunun tərkibini araşdırılsa görüləcək ki, ha sənin benzini və motorda yandırıb o elektriki aldın və yaxud da ki elektrostansiya yandırdı, o elektriki aldı. Mahiyyət etibarilə bəlkə də həmən şeyə başa gəlir. İki halda da enerjinin əldə olunmasından söhbət gedir. Nəysə, əsas məsələ odur. Biz bunu hal-hazırda ucuz aldığımızı düşünürük. Əslində bu ucuz deyil, keçid dövrüdür. Bu dövrdə alanlar udmuş ola bilər. Amma birinci qısa müddətdə yenə orta segment gələcək eyni qiymətə. Digər segmentlərdə öz səviyyəsinə görə gələcək. Düzdür, daha texnolojik olacaq. Amma mahiyyət etibarilə premiumu sürmək üçün bundan əvvəl benzin dizel maşınların premium qiyməti qədər pul ödəyəcəksən. Ekonomi sürmək üçün də bundan qabaqki benzin dizelə ödədiyin ekonomi pulu qədər pul ödəyəcəksən. Bu sadəcə keçid dövründə sən bunu ucuz ala bilirsən. Digər bir məsələ isə bəs elektromobillərdən sonraki gələcək nədir? Qısa müddətdə artıq taksilər elə bir halda olacaq ki, yaygın elektrik taksilər olacaq. Bu elektrik taksiləri bir çox ölkələrdə artıq bu baş verir, belədir. Yəni ən uzaq nöqtədə şəhəranın ortasında belə qalsan, vaxtını göstərəcək ki, uzaqbaşı məsafən uzaqda yarım saata gəlirəm. Amma knopkanı vurduğun anda avtomobil gələcək səni götürəcək. Yəni bu komfort sənə təmin olunandan sonra sən gedib 50 min, 60 min, 100 min pulu avtomobildə yatırmaqda maraqlı olmayacaqsan. Onda dünya sənayesi hansı trükü fikirləşəcək o ayrı məsələdir. Amma insanlığın son avtomobil alışları baş verir deyə bu bazarda Çin sürəti artırmağa qərar alıb. Yəni haqlıdır da, sürət artmalıdır. Çünki gələcəkdə insanlar fərdi maşın sahibi olmağın lüks olduğunu görəcəklər və istəməyəcəklər. Çünki əgər rahat şəkildə robotun idarə elədiyi avtomobili çağırıb istifadə edə bilirsənsə, nə ehtiyacdır sənə gedib 50 min, 60 min ömrünün yarısını xərcləyib bir avtomobil alasan. Bugün hər kəs taksidən rahat istifadə edə bilmir. Çünki gah taksilər deyinir, uzaq yerə gəldim, yaxın yerə getdim və yaxud da başqa kimi məsələlər. Amma bu robotik olandan sonra bu problemlər aradan qalxacaq. Ondan sonra məcburən qəşəng yollar da olacaq. O maşınlar xarab olmasın deyə. Bayaqdan bizim zərər bizə dəyirdisə o problem idi. Amma o maşınlara dəyməsin deyə lazım olsa Çin özü gəlib yol çəkəcək.